Deməli, növbəti əvəzliklər sual əvəzlikləridir. Bütün əsas nitq hissələrini sual şəklində əvəz edən əvəzliklər sual əvəzlikləridir. Yəni, hətta əvəzliyin özünü də sual əvəzliyi əvəz edə bilər. Mən səni tanımıram. Kim səni tanımır? Mən və yaxud da ki, mən kimi tanımıram? Səni. Burada da fikir versəz, mən və sən sözünün yerinə biz sual əvəzliyi qoyaraq onu əvəz eləyə bildik. Və digər bir məsələ, bütün əsas nitq hissələrini əvəz etdiyi üçün bütün cümlə üzvləri vəzifəsində işlənir. Bu məsələyə də xüsusi diqqət edirik. Yəni, bütün cümlə üzvləri vəzifəsində işlənir nə deməkdir? Mübtədə olacaq, xəbər olacaq, təyin, tamamlıq, zərflik olacaq. Daha sonra bütün əsas hissələrinin sualları elə sual əvəzliyidir. Bütün əsas nitq hissələrinin sualları elə sual əvəzlikləridir. Bunu da nəzərimizdən qaçırmayaq. Quruluşsa sadə, düzəltmə və mürəkkəb olur. Sadəyə nümunə nə, kim, hara. Düzəltməyə nümunə neçənci. Mürəkkəbi nümunədə nə vaxt, nə zaman. Bunlar da mürəkkəb sual əvəzliklərindən nümunədir. Və indi bunların cümlə üzvü kimi işlənməsinə diqqət eləyək. Kim bu kitabı oxuyub? Baxırıq, kim bu kitabı oxuyub? Burada buna biz zaten sual verə bilməyəcəyik. Çünki sual əvəzlikləri özləri sual olduğuna görə biz sual əvəzliklərinə sual verə bilmirik. Amma kim sözü nəyi əvəz edib? İsmin sualına cavab verirsə, deməli, ismi əvəz edib. Və cümlədə mübtəda vəzifəsindədir. Sən dünən haradan gəlirdin? Haradan zərfliyin sualıdır. Deməli, burada da zərflik vəzifəsində işlənəcək. Və burada da nəyi əvəz edib deyəcəyik? Daha çox zərfi əvəz edib deyəcəyik, təbii ki. İsmin yerində işləmiş ola bilərmi? Təbii ki, ola bilər. Mən dünən Bakıdan gəlirdim deyəndə ismi də əvəz etmiş ola bilər. Sadəcə zərflik olduğu üçün birinci növbədə biz zərfi nəzərdə tuta bilirik. Sizin rəhbəriniz kimdir? Xəbərli şəkilsiz qəbul edib. Kim sualına cavab verdiyinə görə deyəcəyik ki, ismi əvəz etmişdir. Amma yenə nə əvəzliyidir? Sual əvəzliyidir. Hansı əsərlər xoşuna gəlir? Hansı təyinin sualıdır? Deməli, təyindir. Və burada da təyin olan nitq hissəsi daha çox, təbii ki, sifət idi. Deməli, burada da sifəti əvəz edib. Burada nə axtarırsınız? Burada bu suala diqqət eləmək lazımdır. Nə həm adlı halın ola bilir sualı, həm də qeyri-müəyyən təsirli halın nəyi axtarırsınız deyə bilirik. Ona görə də bu təsirli halda olan söz əvəz eləyibdir, cümlədə tamamlıqdır. Uşaqlar orada nə eləyirlər? Nə edirlər də deyə bilərik, nə eləyirlər də deyə bilərik. Təbii ki, nə eləyirlər daha çox danışığa uyğun gəlir, amma nə edirlər deyəndə də burada da feili əvəz etmiş olur. Və cümlədə xəbər vəzifəsindədir. Bu da sual əvəzlikləri.